Herkese salam. Bugün say sistemi izahının ardına baxırıq. 26-cı sual nümunəsində qalmışdıq. Gəlin başlayaq izahımıza. Aha, 26-cı sualda deyir ki bizə onluq say sistemində verilmiş bu ədədin cəmini 8-lik say sistemindəki yazılışında neçə ədəd sıfır rəqəmi var? Baxırıq, ədədimiz nədir? 16 üstü 3, üstə gəlsin 4 üstü 5, üstə gəlsin 2 üstü 4. Mən sizə demişəm ki, onluq say sistemindən hər hansısa bir say sisteminə keçirdikdə, məsəl üçün, burada 8-lik, əsası 8-lik olan say sistemi deyirsə, o zaman buradakı ədədlərin əsasını 8-ə gətirin. Və yaxud da 16-lıq deyirsə, buradakı ədədlərin əsasını 16-ya gətirin. 4-lük deyirsə, 4-lüyə gətirin. 7-lik deyirsə, 7-liyə gətirin. Fərqi yoxdur. Yəni, əsasları bizdən istənilən say sisteminə gətirilməlidir. İndi baxaq. 16. Buradan yazıram. 2 üstü nə deməkdir 16? 2 üstü 4 deməkdir. Üstünə 3 yazırıq. Riyaziyyatdan bilirik ki, belə yaza bilərik. 4, 2 üstü 2-dir. Bunun da üstünə 5 yazırıq. 2-ni də hələ ki saxlayırıq 2 üstü 4 deyə. Davam. Bu bizə nəyi verir? Bu üstlər vurulur. Bizə verir 2 üstü 12-ni. Üstə gəlinsin 2, 5, 2 üstü 10. Üstə gəlinsin 2 üstü 4. İndi mən bayaq dedim ki, əsas 8-lik say sistemi dediyinə görə biz bunları 8-ə gətirməliyik. 2 üstü 12-ni 8-ə gətirmək üçün 8 2 üstü 3-dür. Bölürəm. İndi 3-ü nəyə vuranda 12 eləyər? 3-ü 4-ə vuranda 12 eləyər. Bunu belə saxlayırıq. Üstə gəlinsin. Buranı indi əsası 8-ə gətirək. 8 yazmaq üçün 2 üstü 3 yazıram. 3-ü 10-a gətirmək üçün 3-ü 3-ə vurmalıyıq. 9. Bir dənə də 2 əlavə eləməliyik qarşıya ki, vurulanda üstlər toplanılır da. Bu 2 üstü 9-u verir. Bu 2 üstü 1-dir. 2 üstü 1-i 2 üstü 9-a vuranda 2 üstü 10 verir. Yəni bizə bunu vermiş olur. Üstə gəlinsin. Buradan 2 üstü 3-ü ayırırıq. 2 üstü 3-ü də vuranda 2 üstü 1-ə bizə elə bax bu hissə 2 üstü 4-ü vermiş olur. Buradan da alınır ki, bərabərdir 8 üstü 4. Üstə gəlinsin 2 vurulsun 8 üstü 3. Üstə gəlinsin 2 vurulsun 8. Yəni bu 8 üstü 1 deməkdir. Buradan da 8-lik say sisteminə çevirsək, biz bilirik ki, 8 üstü 4 varsa 1 yazırıq qarşıya. 8 üstü 3 var. 8 üstü 4-ün qarşısındakı 1-dir. Görünmür, amma 1-dir. Ona görə 1 yazırıq. 8 üstü 3-ün qarşısında nə var? 2. Yazdıq 2. 8 üstü 2 var, yoxdur. Yerinə 0 yazıram. 8 üstü 1 var, var. 2, qarşısında 2 var. 8 üstü 0 var, yoxdur. Bu da bizə 0-ı verir. Yine bizə deyir ki, neçə ədəd 0 rəqəmi alınar? 1, 2. 2 ədəd 0 rəqəmi alınır. Davam edirik. 27-ci sual nümunəsinə baxaq. Bizə deyir ki, bərabərliyinə əsasən bu ulduzların cəmini altılıq say sistemində ifadə edin. Altılıq say sistemində. Bizdə nə var? Ulduz C, D 16-lıqda bərabərdir. 3, 3, ulduz 5, 8-likdə bərabərdir. Ulduz, ulduz 3, ulduz, ulduz, 3 dənə ulduz, 4-lükdə. Deyir ki, 16-lıq say sistemindəki bu ədəd 8-lik say sistemindəki ədədə bərabərdir. Həmçinin də bu ədədlər 4-lük say sistemindəki bu ədədə bərabərdir. Yəni, deyir ki, ulduzun yerində hansı rəqəmlər durmalıdır? Baxaq, biz bilmirik. Bax, bu 16-lıq 8-lik 4-ü 2-lik say sisteminə, hamısı üçün ortaq olan 2-lik say sisteminə gətirməliyik.
Bu ulduzu bilmirik hələ ki. Amma S ilə D-ni 16-lıq ikilik say sisteminə gətirə bilərik. Və 16-lıq say sistemindən ikilik say sisteminə keçəndə, baxın, 16-lıqdan ikilik say sisteminə keçiddə belə bir əməl var idi ki, 4, 8, 4, 2, 1 qaydası. 8, 4, 2, 1 qaydasına görə D nədir? Say sistemini bilirik. 16-lıqdan 0-dan 9-a qədər 1 ədəddir. 9'dan 10 A'dı, 11 B'di, 12 C'di, 13 D'di, 15 Y'di, 16 yok. 10 A, 11, 12, 13, 14, 15 F'di. İndi bizdən deyir ki, D nədir? D nəyi verir? 10, 11, 12, 13. Demək, D 13'ü göstərir. Biz bunların hansının cəmindən 13 ala bilərik? 8, 4, 1'in cəmindən. O 8 və 4 1'in altına 1 yazırıq, 2'ye 0 yazırıq. 8'in üzərinə 4 12 eləyir, 12'nin üzərinə 1 13 verir. Bizə verir D-ni. Sonra C nədir? 12'dir. İndi 12'ni də 8 ilə 4'ün cəmindən ala biləcəyimiz üçün bu ikisinin altına 1 yazıb yerdə qalanlara 0 yazırıq. İndi bizdən bax ulduzun yeri boşdur. Bura boş olsun. S nədir? 1, 1, 0, 0, 1, 1, 0, 0. D nədir? 1, 1, 0, 1. Düzdür? Bu ifadə deyir, buradakı ifadəyə bərabər olmalıdır. İndi biz gəlin 8-likdən 2-liyə keçək. 8-likdən 2-liyə 4, 2, 1 qaydası ilə keçirlər. Baxıram ki, 5 nədir? 4 ilə 1'in cəmi. Bunlara 1 yazıb yerdə qalanı 0 yazıram. Ulduzu bilmirəm. Yəni bu hissəni boş buraxıram. 3 nədir? 2 və 1'in cəmi 3'dür. 3, 2 və 1'in cəmi 3'dür. İndi buradan düzürəm. 0, 1, 1, 0, 1, 1, 0, 1, 1, 0, 1, 1. Sonra burada ulduzun yeri boşdur. Yəni sən buranı boş buraxırsan. 1, 0, 1 deyə düzdür. İndi bax, bu ifadələr bərabərdirsə, elə qurmalıyıq ki, hər iki tərəf buradakı ədədlə buradakı ədəd 1 olsun. Baxıram ki, demək, sonu 1, 0, 1'dir. Bax, 1, 0, 1'dir. Görürsünüz? 1, 0, 1. Onda burada hansı ədədim dayanar mənim? 3 dənə hansı ədədim? Baxın, burada 3 dənə dayanan, yəni 0, 0, 1 dayanar burada. Baxın, 0, 0, 1 dayanar burada. 0, 0, 1 dayanarsa yerdə 2 dənə birim qalıb. Bax, bu 2 dənə 1. Görürsünüz, burada da 2 dənə 1 qalır. Onda bunun qarşısı nə olacaq? Bax, bu yerdə qalan gəlib düşərmi? Yəni, bura olar 0, 1, 1, 0. Düzdürmü? İndi hər iki tərəf bərabər oldu da. Yəni, hər iki tərəf, hər iki bərabərlik bərabər olmuş sayılır. İndi nə edirik? Aldıq ki, ədədimizi. Ədədimiz nə oldu? Ədədimiz oldu 0, 1, 1, 0, 1, 1, 0, 0, 1, 1, 0, 1. Bizim ədədimiz ikilik say sistemində bunu vermiş olur. İndi biz bunu ikilik say sistemindən əvvəlcə 16-lıq say sisteminə gətirsək, nə etmiş oluruq? 4-4 ayırmış oluruq. 1, 1, 4, 4 ayırdık. 4, 4 ayırandan sonra üstünə 1, 2, 4, 8. 1, 2, 4, 8. Bura bizə D-ni verəcək, bura bizə C-ni verəcək. 1, 2, 4, 8. Burada bizə 6-nı verəcək. Deməli, bizdə ulduz nədir? Ulduz, buradakı ulduz 6-dır. İndi gəlin həmin bu ədədi 0, 1, 1, 0, 1, 1, 0, 0, 1, 1, 0, 1-i 8-lik say sistemindən, 2-lik say sistemindən 8-lik say sisteminə çeviririk. Yəni 3, 3 ayırmaq yolu ilə çeviririk. 4, 2, 1 üzərinə. 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. Bura bizə nəyi verir? 5'i verir. Bura bizə 1 verir. Bura bizə 3'ü verir, bura 3'ü verir. Deməli, bizim bilmədiyimiz ulduz nə imiş bura? Bura demək bizə bilmədiyimiz ulduz 1 imiş. Davam edirik. İndi həmin ədədi, yəni həmin ədəd hansıdır? Bu tapdığımız ədəd 0, 1, 1, 0, 1, 1, 0, 0, 1, 1, 0, 1'i. Dörtlük ikilik say sistemindədir. Dörtlük say sisteminə gətirək.
8'lik say sistemində 3-3 ayırmamızın səbəbi 8'lik say sistemi 2 üstü 3'dür. Bir simvolumuz 3 bitlik yer tutur. 16'lıq say sistemində 4-4 ayırmağımızın səbəbi 16 2 üstü 4'dür. Bir simvolumuz 4 bit yer tutur. 4'lük say sistemi 2 üstü 2 olduğuna görə bir simvolumuz 2 bit yer tutacaq. Yəni sən bunu 2-2 ayıracaqsan. 2, 2, 2, 2 və üzərinə yazacaqsan ki, 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2. Bura bizə verir 1'i, bura bizə verir 3'ü, bura bizə verir 0'ı, bura 3'ü, bura bizə verir 2'ni, bura bizə verir 1'i. İndi baxıram yuxarıda. Demək, mənim bu 3 sondakı, bax bu sondakı ulduzun 1'i verir mənə. Sondakı ulduzun 1'i verir. Sonra bu ulduzun 3'ü verib. Sonra bu ulduzum 0'ı verib. 0'ı verib. 3 var mı? Baxın. 0'dan sonra 3 var. Onsuz da yazılıb. Sonra 2 1'i verib. 2 1'i verib. İndi biz ulduzun yerindəki ədədləri tapmış olduq. Nə oldu bu ulduzun yerindəki ədəd? Buraya yazıram. 6 oldu. 1 oldu. 1 oldu. 2 oldu. 0 oldu. 3 oldu. 1 oldu. Bu ədədləri toplasaq 7, 8, 10, 10, 13, 14. Düzmü topladım? 6 üstüne 1, 7, 7 üzerine 1, 8, 8'in üzerine 2, 10, 10 üzerine 0, 10, 10'un üzerine 3, 13, 13'ün üzerine 1 edir bizdə 14'ü. İndi bax bizdən nə istəyir? Biz 14'ü tapdıq. Demək ulduzun yerində 14 rəqəm durur. Amma deyir ki, tapdığın cəmi 6'lıq say sisteminə keçir. Bu 14 10'luq say sistemindədir. 14'ü 6'lıq say sisteminə keçirdəndə 6'ya bölə-bölə getməliyik. 2 dəfə 6 12, 14'dən 2 çıxıram 2. Bu da buradan bura yazılır. Cavab olur 22 6'lıq say sistemində. Demək cavabımız oldu C variantı. Ümid edirəm aydın oldu. Keçirik 28-ci sual nümunəsinə. Hı -hı. 28-ci sualda deyir ki, onluq ədədini dörtlük say sistemində ifadə etsək, 61 rəqəmli ədəd alınır. X-ı tapın. Gəlin yazaq. Deyir bizə 256 2x üstə gəlinsin 1. Üstə gələk 64 3x üstə gəlinsin 5. Üstə gəlinsin 120. Bunu sadələşdirək, yəni hamısını 2'nin qüvvətinə gətirək. 2'nin qüvvətinə gətirəndə bizə nə verəcək? 256 2 üstü 8'dir. Bu da bizə verir 2x üstə gəlsin 1'i. 64 2 üstü 6'dır. Bura verir bizə 3x üstə gəlinsin 5'i. Üstə gəlinsin 120. 120'nin olduğu kimi saxlayaq. Bərabərdir. Bu bizə verir 2 üstü demək 2 üstü nəyi verər bizə? 2 üstü 16 x üstə gəlinsin 8 üstə gəlinsin 2 üstü 18 x üstə gəlinsin 30 üstə gəlinsin 120. Və bizə deyir ki, dörtlük say sisteminə çevir. Dörtlük say sisteminə çevirəndə deyir bizə. Mən bayaq dedim, 8'lik desə əsası 8'liyə gətirin, 3'lük desə əsası 3'lüyə gətirin. İndi də dörtlük dediyinə görə əsası 4 rəqəminə gətirməliyik. Biz bunun əsasını 4 rəqəminə gətirmək üçün yazarıq ki, bu bizə nəyi verər? Demək, 2 üstü 4 olsun diye 2 üstü 2 2 üstü 2 belə mi gedərik? 2 üstü 2 olsa 4'lü gətirsək 2 üstü 2 biz bunu vursaq nəyə 2 üstü 2'ni? 2 üstü 2'ni vursaq 4'ə aha bu bizə elə bir ki 2 dəfə 4 8'i verər də. Bunun da üstünə yaz. Heç bunu belə yazmayaq bir dəqiqə.
Amma burada saxlayaq. Bunu belə yazaq. 2 üstü 8 değil. 2 üstü 8'den 2 üstü 2'ni ayırsaq, bu hissə bizə verər. 8'i almaq üçün 4'ü vurarıq 8'e. Bunun da üstünə 2x üstə gəlsin 1 yazarıq. Üstə gəlsin. Buradan 2 üstü 2'ni ayıraq. 6'nı almaq üçün 3'e vururuq. 3 dəfə 2 6 eləyir. Bunun da üstünə 3x üstə gəlsin 5 yazarıq. Üstə gəlsin 120. Davam eləyək. Buradan 2 üstü 2 dedim ki 4'ü verir. 4, bu 4 üstü 4 sadələşdirsək 2x üstə gəlsin 1. Üstə gəlinsin 4 üstü 3. Üstə gəlsin 3x üstə gəlsin 5. Üstə gəlsin 120. 120 olduğu kimi qalır. Davam. 4 üstü 8x üstə gəlinsin 4. Üstə gələk. 4 üstü 9x üstə gəlsin 15. Üstə gəlsin 120. İndi bizə deyir ki, 61 rəqəmli ədəd alınsın. Üstü ən böyük olanı götürməlisiniz. Çünki üstü ən böyük olan sizə elə ən böyük rəqəm verir. Yəni məsəl üçün və bunun üstü ən böyük nədir? Burada 4, 9x üstə gəlsin 15-dir. Bax bunun cavabı 61 rəqəmli ədəd alınıb. 61 dənə burada rəqəmli ədəd var. Məsəl üçün deyirəm ki 2 üstü 5. 2 üstü 5 bizə neçə rəqəmli ədəd verir? 1 yanında 1, 2, 3, 4, 5, 2, 2, 4, 5 dənə 0. Yəni 6 rəqəmli ədəd. Bu özü ümumilikdə bizə 6 rəqəmli ədəd verir. Amma bu 5, yuxarıdakı 5 rəqəmlidir də. Yəni buradakı bu ifadəyə bərabərdir. Yəni burada cavab 61 alınması üçün bu bir yanında 60 dənə nələrsə deməkdir ki, bura sənə 61-i verir. Yəni sən bu üstümüz 9x üstə gəlsin 15, üstümüz 60 dənədir, belə deyək, belə çıxsın ki, üstümüz 60-dır. Bu bir dənə 60 dənə yanında ədəd 61-i verir. Buradan nəzərə alaraq. Yəni 9x üstə gəlsin 15 60-ı verir bizə. Düzmü getdik? Bəli, düz getdik. 60-ı verir. 9x bərabərdir. 60-dan 15 çıxsan eləyəcək 45. 45-i də bölsək 9-a verəcək bizə x bərabərdir 5. Cavab eləyir 5 Y variantı. Deyirəm, bu da aydındır. Davam edirik. 29-dan. Verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətli onluq say sistemini müəyyən edin. Bizim ədədimiz nədir? 3, 2, 2A, 4, 6, B. Yəni sual. Deyir ki, A ədədi 7-lik say sisteminin ən kiçik mürəkkəb rəqəmidir. 7-lik say sisteminin rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4, 5, 6. Mürəkkəb ədədlər burada hansıdır mürəkkəb ədədlər? 4 ilə mürəkkəb ədədimiz 6-dır. Və bizə deyir ki, 7-lik say sistemində ən kiçik mürəkkəb ədəd. Ən kiçik o zaman nə olur? Ən kiçiyimiz olur 4. Demək A 4-dür. B tək rəqəmli ədəddir. B tək rəqəmli ədəddir və bizə demir ha B 7-likdədir, nədədir və s. Biz B demək onluq say sistemindədir də, heç bir say sisteminin adını çəkməyibsə B tək rəqəmli ədəddir. Onluq say sisteminin ədədləri 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və tək rəqəmli ədəd deyirsə, demək hansıları olacaq burada? 1, 3, 5, 7, 9. Düzdür? Və bizə deyir ki, A B-dən kiçik olmalıdır. A B-dən kiçikdirsə, o zaman A B-dən kiçikdirsə, bax, A-nın yerinə, B-nin yerinə nə qoya bilərik? 5 də qoya bilərik, 7 də qoya bilərik, 9 da qoya bilərik də. Şərtimizə görə A da B-dən kiçikdir. A 4-də axı. Amma bizdə məsələnin şərtinə ən böyük qiymət dediyinə görə, sən bunların içərisinə ən böyüyünü seçəcəksən. Onda demək B olur 9. Aydındırmı? İndi gəlin qoyağın yerinə. 3, 2, 2, A nədir? 4. Üstə gəlinsin 4, 6, 9.
Bunları da onluq say sisteminə gətirməliyik. Yəni 0, 1, 2, 0, 1. Bu bizə nəyi verir? 3 vurulsun 4-ün kvadratı, üstə gəlsin 2 vurulsun 4 üstü 1, üstə gəlsin 2 vurulsun 4 üstü 0. Üstə gələk. İndi bu nə bizə verir? 4 vurulsun 9 üstü 1, üstə gəlinsin 6 vurulsun 9 üstü 0. Buradan da 4'ün kvadratı 16'dır. 16'nı 3'e vuranda edir 48. 48, 2'ni 4'e vururuz. 8, ədəd üstü 0 bizə 1'i verir. 2'ni 1'e vuranda edir 1. 2'ni 1'e vuranda belə 2 edir. 4'ü vurursun, 4 vurulsun 9, 36. Ədəd üstü 0 bizə 1'i verir. 6'nı 1'e vuranda edir 6. 48, 8, 2, 36, 6 ədədini də cəmləsək bizə verəcək 100. Cavab edir C variantı. Davam edirik. 30-cu suala baxırıq. Otuzuncu sualda nə deyir? 30-cu sualda deyir ki, bu cəmin 16-lıq say sistemində ifadə edilərsə, neçə rəqəmli ədəd alınır və alınan ədəddəki ən böyük rəqəm nəyə bərabərdir? Aha. Baxıram ki, 1 vurulsun 275, 1 vurulsun 274, 1 vurulsun, 1 vurulsun, 1 vurulsun. Yəni burada hamısı 16-lıq say sistemində, yəni buradakı bütün ədədlər, rəqəmlər 1-dir. 1, 1, 1, 1, yəni 1-dir də. Baxsan, 1 vurulsun, 1 vurulsun, 1 vurulsun, 1 vurulsun. Bax, məsələn, verilib belə bir ədəd, ikilik say sistemində. Bunu deyir ki, onluq say sisteminə çevir. 0, 1, 2, 3, 4 eləsən, bu sənə 1 vurulsun 2 üstü 4, 1 vurulsun 2 üstü 3, üstə gələk. Üstə gələk 1 vurulsun 2 üstü 2, üstə gələk 1 vurulsun 2 üstü 1, üstə gələk 1 vurulsun 2 üstü 0 verər. Burada nə qədər ədəd var? 2, 2, 4, 5 dənə birim var. 5 dənə birimin açarı 1 vurulsun 2 üstü 4 ta ki 0-a qədərdir. İndi mən baxıram ki, ən sonuncum nədir? 1 vurulsun 2 üstü 75-dir. Burada ən sonuncum 1 vurulsun 2 üstü 4 idi və 5 rəqəmli ədəddir bu. 5 dənə 1-dir. Onu avtomatik demək burada 76 ədəd birim var deməkdir. 76 ədəd birim var deməkdir. Və mən demişdim ki, ikilik say sistemindən 1, 1, 1, 1, 1 burada ta 76 ədəd birimiz var deməkdir. Mən demişdim ki, ikilik say sistemindən 16-lıq say sisteminə keçdikdə, ikilikdən 16-lığa keçdikdə 4-4 bölmə əməliyyatı aparırıq. Yəni 1, 2, yəni 4-4 bölürük ədədləri. Biz 76-nı 4-ə böləndə 19 tam bölünür də, yəni tam olaraq 19 bölünür. Buna görə də bizə nə deyir ki, alınan ən böyük rəqəm hansı olar? Neçə rəqəmli olar bu? 19 rəqəmli olar. Belə 4-4, 19 dənə böləcəksiniz və tam bölündüyünə görə burada gəlib alacaqsınız ki, 1, 1, 1, 1, 1, 1, 1. Yəni burada alacaqsınız ki, 8, 4, 2, 1-ə görə F. Ən böyük rəqəmi F olacaq və 19 rəqəmli olacaq. Cavab edir C variantı.